يا أيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر الله وذروا البيع ذلكم خير لكم إن كنتم تعلمون. الحمد لله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. نشهد أن لا إله إلا الله ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله. أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون. قال الله تعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم واعبد ربك حتى يأتي اليقين. صدق الله العظيم. قال رسول الله صلى الله عليه وسلم: إن أعظم الأيام عند الله يوم النحر. Muhterem Müslümanlar, Allah'ın salamı, rahmeti ve bereketi cümlemizin üzerine olsun. Alemlerin Rabbi olan Allah-u Teala'ya hamd eder. Ondan yardım ve bizleri hidayette sabit tutmasını isteyirik. Ona şükreder, ondan nef dileyer ve ona tövbe ederik. Nefslerimizin şerlerinden ve emellerimizin pisliklerinden Allah'a sığınırıq. Ey Allah'ın kulları! Sizlere ve özme uca Allah'a karşı tekvalı olmağı, Resulullah sallallahu aleyhi ve sellemin yolundan gitmeyi tövsiye edirəm. Kıymetli Müslümanlar, Allah insanı yalnız özüne ibadet etmesi için yaratmıştır. İbadet, Cenab-ı Hakk'ı tanımak, ona gönülden bağlanmak, ona inanıp salih emeller etmektir. İbadet, müminin nişanesi, imanın hayata aks etmesidir. Allah'a yakın olma arzusunu ve hayırlı bir kul olmanın göstergesidir. İbadet Rabbimize olan mehabbet ve bağlılığın en güzel tezahürü, verdiği nimetlere şükürü, hemçinin kulun Rabbine sığınması, halının erz etmesidir. Rabbimiz ayet-i kerimede böyle buyuruyor: وَاعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينَ. Sana ölüm gelene dek Rabbine ibadet et. Ayet-i kerimede son anımıza kadar uca Allah'ın emrini tutmamızı emir olunmaktadır. Aziz Müslümanlar, namaz ibadetini yerine getiren biri öz mesuliyetini anlayar, çirkin işlerden uzaklaşmış olar. Oruç da bizim irademizi güçlendirer, sabrimizi artırar. Həc ve ümre bizlere tevhid eşkini ve ümmet düşüncesini aşılayarken məhşər anını ve hesap gününün çetinliğini hatırladar. Zekat, sədqə və infak malı təmizləyər və bərəkətləndirər. İnsanın könlünü zənginləşdirər, dünya malına qarşı sevgisini azaldar, şükürünü isə artırar. Qurban isə Hz. İbrahimin imanını, Hz. Həcər anamızın sədaqətini və Hz. İsmail Aleyhisselamın təslimiyyətini yenidən bizə yaşadaraq kulun Allah'a olan yaxınlığını artırır. Möhtərəm Müslümanlar, bugün səhər təqva bayramımız olan Qurban bayram namazını qıldıq. Qurban bayramının tarihi oldukça qədimdir. Bu tarih Adem Aleyhisselam'a kadar uzanır. Rabbimiz buyurur ki, biz her ümmete ruzi olarak verdiğimiz hayvanların üstünde Allah'ın adı çekilsin diye kurban kesmeyi vacip ettik. Sizin ilahınız tek olan ilahtır. Öyleyse ona teslim olun. Ey Peygamber, ihlaslı ve tevazukar olanlara müjde ver buyurmaktadır. Kurban Bayramı Müslümanlar tarafından Hicri takvime göre Zilhicce ayının 10. gününden itibaren 4 gün boyunca qeyd edilir ve bu günlere Yevmun Nahr, kurban kesilme günleri deyilir. Dinimizde kurban kesme İbrahim Aleyhisselam'ın hayatında baş veren hadiseden sonra yaranmıştır. Belə ki, yuxuda Allah-u Teala İbrahim Aleyhisselam'a İsmail Aleyhisselam'ı kurban vermeyi emredir. Bu emre tabi olan Allah Peygamberi Hz. İbrahim'i ve Hz. İsmail'i ilahi bir mükafatıyla mükafatlandırır. Onlara kurbanlık için bir borç gönderdi. Allah Azze ve Celle Saffat suresinin 104-107. ayetinde böyle buyuruyor: biz onu çağırıp dedik: ey İbrahim,
Artıq sən yoxunu təsdiq etdin. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən bu açıq aydın bir imtihandır və biz oğlunun əvəzinə ona böyük bir qurbanlıq verdik. Dəyərli cəmaət, o gündən bu böyük əməl bizlərə yadigar qaldı. Zeyd bin Əkrəm radiyallahu anh nəql edir ki, Resulullah sallallahu aleyhi və səlləm əshabı ona sual verir. Ey Allahın Resulü, bu qurbanlar nədir? Deyə sual etdilər. Resulullah sallallahu aleyhi və səlləm buyurdu ki, atanız İbrahimin sünnəsidir. Resulullah sallallahu aleyhi və səlləm başqa bir nəsiyyətində isə bu günün fəzilətinə diqqət çəkərək belə buyurdu. İnnə a'zəməl əyyəmi indallahi yevmən nahr. Allah qatında günlərin ən böyüyü, ən üstünü Qurban Bayramı günüdür. Əziz müsəlmanlar, varoluşumuzun məqsədi, dünyaya gəlişimizin qayəsini yerinə yetirərkən həyatımızın geri qalanını Allah-u Teala'ya ibadət və itaət ilə keçirək. Ömrümüz salih əməllərlə və gözəl əxlaqlarla bəzəyək. Allah-u Teala sizdən və bizdən salih əməlləri qəbul etsin. ألا إن أحسن الكلام وأبلغ النظام كلام الله الملك العزيز العلام كما قال الله تبارك وتعالى في الكلام وإذا قرئ القرآن فاستمعوا له وأنصتوا لعلكم ترحمون أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الدين عند الله الإسلام الحمد لله حمد الكاملين والصلاة والسلام على رسولنا محمد وعلى آله وصحبه أجمعين. قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما